Salam. Bəzən sual verirsiniz ki, doktor, mənim göbəyimdə və yaxud kasımda yırtıq var, filan ölçüdədir, mən nə vaxt əməliyyat olunmalıyam? Vurgulamaq istəyirəm ki, əgər qarın boşluğunda yırtıq olma diaqnozu təsdiq olunubsa, bu konkret olaraq əməliyyat olunmalıdır. Yəni, yırtıq diaqnozu qoyulduqdan sonra yırtığın müalicəsi yalnız və yalnız cərrahi yollandır. Bəzən xəstələrdə yanaşı olaraq ürək çatmamazlığı, ağciyər çatmamazlığı, aşağı ətrafların varikoz genişlənməsi və yaxud da ki, trombozu və s. hallar ola bilər. Belə durumlarda biz həmin əməliyyatları açıq və yaxud laparoskopik mümkün yoxdursa, ümumi anesteziya altında deyil, spinal anesteziya altında da icra etmə imkanlarımız vardır. Yəni, xəstələri tam dəyərləndirdikdən sonra ona açıq əməliyyat eləyək, yoxsa laparoskopik əməliyyat eləyək, bu qərarı vermiş oluruq. Biz daha çox laparoskopik əməliyyatları üstün tuturuq. Əgər xəstənin sağlıq durumları bu əməliyyatın icra olunmasına bir əks göstəriş deyildirsə, təbii ki, laparoskopik olunmanı tövsiyə edirik. Bəzən yırtıq olur, xəstə əməliyyatdan qorxur və əməliyyata gəlmək istəmir. Belə olan hallarda xəstənin yaşı artdıqca, təbii ki, bu insan fiziki aktivliklə məşğuldur və getdikcə o yırtıq böyüyür və böyümüş halda yırtığın boğulma ehtimalı daha çox yaranır və yırtıq boğulduğu anda təcili cərrahi əməliyyat olunmaq zərurəti yaradır. Belə olduğu təqdirdə xəstənin həkim seçmək imkanları da məhdudlaşır. Bəzən ola bilər ki, insan xaricdədir, yırtığı var və xaricdə dincəldiyi anda həmin yırtıq anidən bir boğulma yaradır buna. Və boğulma yarandığı anda o məcburdur ki, həmin olduğu ölkədə və yaxud da ki, məmləkətdə harada olsun fərqi yoxdur, təcili cərraha müraciət etsin. Şansınla müraciət etmiş olduğu cərrah əgər praktik vərdişləri yüksək səviyyədədirsə, gözəl bir əməliyyat olunacaq. Əgər praktik vərdişləri yüksək deyilsə, sıradan bir cərrahdırsa, təbii ki, əməliyyatdan sonra da fəsadlar və yaxud da ki, başqa durumlar yarana bilər. Bəzən isə insanlar əməliyyatdan qaçdığı üçün müddəti uzadırlar. Müddəti uzatdıqca həmin yırtıq özü-özündə böyüyə-böyüyə gedir və o həcmə gəlib çatır ki, artıq dəri o qədər dartılır ki, yırtıqdan dolayı dərinin üzərində böyük çapıqlar və masilasiyalar yaranır. Belə hallarda dərinin qidalanması pozulur və üzərində yaralar və çapıq toxumalar yaranır. Bu hallar olmasın deyə zamanında həkimə müraciət etmək lazımdır və yırtıq kiçik olduğu həcmlərdə əməliyyat olunsun. Kiçik olan həcmdə olunan yırtıq əməliyyatlar həm travmatiklik baxımından daha az travma verir orqanizmə, həm maddi sərfiyyat baxımından daha aşağı sərfiyyata sahib başa gəlmiş olur və xəstələr də zamanında sağlıqlı bir həyata qovuşmuş olurlar. Sizdə və yaxud yaxınlarınızda yırtıqla bağlı bir problem varsa, buyurun suallarınızı videonun altından qeyd edin. Mən Doktor Ramil Nadirov sizin suallarınızı cavablandıracağım.